Ha. Aydan aydan. Buna bak ha bak. Səliqəli, vicdanlı haya kim? Bu ilələ. Ha bu tapıntıdır. Bu möcüzəvi tapıntıdır. Arxeoloqlar gelir tapırlar o daş dövrünə aid nəsə. Bu butulka. Daş dövrü də olmasa xaç dövrüdür. Özə bu orta xaç dövrüdür. Baxan kim bilirəm də bu hardasa 2 nəfər vurub. Maaşları da olub babalarım hardasa bax 700-800 arası. Dəqiq. Kreditdən veriblər, nə bilim, bankların veriblər, kiraya pullan veriblər. Yerdə qalıb 100 manat. Oturublar 100 manata da qəşəmiyə süfrə asıblar. Bu ilələ, nar soxu, çəkilmə. Bax, konserva tamatdı. Zavod çörəyi belə sürtürsən o qabın qırağına. Vəzəri, qırmızı turp, göy soğan. Aydan aydan, bu 100 sual eləncə qeyd edirlər. Bu gözəl tapıntıdır, bu yaxşı tapdım. Yiyib içən oğlan başqa şeydən. Mən Rusiyada doğulsaydım, 100 sual bu dəqiqə əməkdar alkaş idim. Əməkdarım dəqiq var idi mənim orada, 100 sual. Düş qabağıma. Düş qabağıma. Bildim də. Qardaş, Salam əleykum, bəli bacı. tutaq ki salam. Bəli. Bu şpaklovkanı vurmamış, araq vurursan, hə? Yox, bacı, nə vurmaq? Bu arxeoloji qazıntılar zamanı bir yerdən tapmışam. Bu dəstiyə salınacaq hadisədir. Qabağıma putulka çıxır, otuğum yerdə. Göndü öz fikrini deyir də. Nə şey deyirsən ki? Hı. Özə sən bunu bağlaya ola bilsin birazdan sənə lazım oldu bu. Niyə? Bura bax, Bəli. sənə deyirəm. Bir də bunu çizdirsən, özündən küs. Mən bunu çizdirmişəm bəyəm bacı. Yalan deyirəmsə əgər, yalan deyirəmsə. Oh. Gedə saat 2-də, 3-də ürəyim vurmaq istəsin. Qaçım komisyon niyə görüm dükan bağlıdır. Qalın partiya. Canımsın deyirəm. Mən o çizdirmirəm. Sən yalan danışırsan. Niyə? Dünən elə çizdirmişdin ki, evin qapısının əmisi oğluna pay verib. Səhərəcən üşüyə qalmışıq. Şimdi bunda adətdir də. Bu içə bilmirsən içmə də. İçmək hər oğlanın üçün deyil axı. Kimsə məni məcbur edir də içim, düz deyir. Bax, xanış, deyirəm sənə. Bir də içsən gözümə görünmə. Sən- Səndən də başqa cür danışaram. Baş üstə. Eşitdinmi? Narahat olma. Amma yaxşı yeyib içərəm. Mən bir də zəif cəhətim nədir? İçən kimi atamı istəyirəm. Ha, başqa heç nə. Mən... Başını sal işinlə məşğul ol. Baş üstə. Yaxşı həyatım, Baş yaxşı. üstə. Baş üstə. Satanda vızı var. Yavaş. Yavaş. Bəsdir. Eşidirsən? Hı. Bax, mən sən hindindən deyirəm, mən içməyəcəm. Mələkə səhərə kimi deyinib, yatmamışam səhərə kimi. Özümü askodan qol buraxan varatar kimi hiss edirəm. Ha, yekə kişi sənin. Sən də arvadın sözündən qorxub içmirsən. Ha, biz kişilər uşaq kimi safıq. Ha, bizə deyəndə içmə, biz əksinə içməliyik. Ha, sən nə qaysan? Hə də, mələkə desə iç, bəlkə də içməyəcəm. Ay sağ ol. Arvaddan qorxursan, boynumu alırsan da. Ha, sən cəsarətlisən, mərdsən, sən kişisən. Ha, öyle şey olar ha. Buna bax, arağınca tərif deyir, eyni sözləri mənə deyir. Sən başa düşmürsən ki, mən evdə sarı vərəqəsi olan müdafiəçiyəm. Ha, sən keç hücuma, sən hücumçu olmasan. 50 vur, keç qabaqda hücumçu oyna. Sən Mbappesən, sən Drogba'san, sən Messisən, Ronaldosan. Sən nə deyim mən? Eləyəmirəm də, evdə hücuma keçirəm, arvad girir patkata yıxılıram da. Heç nə sistem yoxdur, mən bunu işləmək istəmirəm. İraq, ev yeyisi gəlib bizi belə görsə bizi qollayacaq, İraq. Aşı bir dəqiqə deyən də, ay kişi, hə, bir dəqiqə, ay kişi. İraq. Sən öyle sən bu. Hə, Nasrenin yoxdur. Nasrenin düzəltmək üçün vurmaq lazımdır. Vurmaq başa düşmürsən, vurmaq lazımdır. Amma mən istəmirəm vurumu, yox. Düşün. İçirəm arvadın qohum əbəqəsinin qabağında bir yavur oluram. Hələ yekə kişisən. Arvadın qovma qrəbəs. Hala, mənim əmlərim hardadır? Moskvada. Araq hardadır? Mənim yanımda. Hala, əmlərimdən yaxın deyil mənə bu. Hala, bu nədən düzəlir? Meyvədən. Meyvədən düzdür. Bu meyvə elə bir ki, doğradılar, qoydular qabağımıza belə yüydük. Ya saxladı, biraz qışqırdı, belə içdik. Onun fərqi nədir? Hala, bu cür fəlsəfi söhbətdən sonra mən meyvə söhbət elədim. Gör, hardan müqayisə elədim, gətirdim o meyvəni. Bu fəlsəfi söhbətdən içməyəcəksən, sən arvaddan qorxursun. Bildim də, mənə düşmür də içkidə. O da mənə o qədər çizdirdin ki, soyunub girib xalcənkdə yatmışam. Vura bilmirsən, vurma. Vurmaq özü sənət əsəridir. Yeyib içən adamı mən bilsən kimə oxşadıram? Da Vinci'yə. Da Vinci. Da Vinci. Yeyib içmək özü bir dənə əsərdir. Yaxşı məclis, qara tava, təndir çörəyi. Özü bir əsərdir. O Mona Lisa görmüsən? Mona Lisa var ya arvad. Belə oturub qara paltarda. Hadi. Belə. Bir yandan da qeyib baxırsan sən belə baxır. Bir yandan da keçsən sən belə baxır. Sənin arvadın kimi. Sahara getmir, baxmır belə baxır ha. Sən niyə içmirsən? Sən arvaddan qorxursan. Qorxmuram, içək. İçək? İçək. Yığ eviyyəsinə. Niyə? Yığ eviyyəsinə deyilən bizə material pulu ver. Nə içək? Yığ ki, material. Məsələn baxın. Yığ material. Material. Alo müəllim, salam. Salam. Müəllim, narahat elədim. Bizə material lazımdır. Pul ata bilərsiniz kartımıza. Yine ne materyal? Ne lazımdı? Material. Şey də, bir dənə 700'lük Osimhen, 2 dənə də 6'lıq Asensio. Bir dənə də Şpaplovkanın altına vurmağa Tom Kroos. Siz mənə keçən dəfələri Mbappe aldırdınız. O neynədir? Bir 3 gün bundan qabaqda bir qazel material alıb tökmüşəm mən ora. Bir ondan işlədim sonra nəsə istəyin də. Tamam, sağ ol.
Merdad boyu. Ha, o başa düşmür. O bizim dili bilmir. O bilmir ki onun aldığı materiallarla vurmaq olmur. Neyi? Elimizdə nə varsa götürək sataq. Sataq, amma o maladan başqa. Çünki onunla Röyanın evini işləmişəm. Yaxşı dövrdə dostluq, hə. Yadigar qalıb. Sağ qardaşım. Ay Uy lələ, sən nə tərk etdi baba? Düdüz, pramoy getdi. Pramoy. Deyirəm, bu dəqiqə qara ciyər, mədaltı vəziyyət üçün mama necədir? Mama necədir? Bütün orqanlar bir dəqiqə bayram edir. Deyirlər ki, müəllim nuş olsun, müəllim nuş olsun. Canım. Sənə də ancaq olan müəllimdir. Nə olsun? Mən işləmək istəyirəm. Direl anlı, direl. Bu nə dəlidir ki bu? Direl. Direl bu daha da, direli yürüyü dələ. Direl bu daha. Doğrudan hesab. Canım. Direl. Dəlidir ha, ya. Pişkinə düşmüsən? Məncə bura yığışdıraq, ev nesi gəlib görəcək. Aləm deyəcək. Hala bir dəqiqə canım. Qollayacaq bizi. Nə olsun, ev yası vururuq da, neyini? Çox görəcək, vura işləyirik, o pulumuzu verməyəcək. Ana qoy elə, ana ürəkli ola kişi, qorxma ha. Mən öz evimi elə vura tikmişəm də, piyan tikmişəm mən öz evimi. Hə də ona görə qonaq otağında tualetdən keçib geysən də. Hə, nə olsun, biz ona deyirik ki, studiya tualet. Studiya tualetdir. Eşidirsən? Sən oje hazırsan. Hazırsan, qoy bu butulka qalsın. İkinizin sağ vurarıq da məncə, sağ. Hə, o saxlamaq olmaz. O saxladın, elə bir ki, körpə uşağı süddən kəsmiş kimi olursan. Məncə saxlayaq. Ya, qoy bura. Sabaha etibar var. Bir kərə sabah yıxıldın, öldün. Bu saxlamaq olmaz, bunu vurmaq lazımdır. Sabah etibar yoxdur. Özüm mən piyan olanda bilirəm də, mən piyan olanda babra var. Necə bilsən ki, sən piyansan? Mən piyan olanda atamı istəyirəm, atamı. Necə istəyirsən? Atamın şəklinə baxıram. Atamı tanıya bildimsə, demək hələ vurmağa yerim var. Tanıya bilməmsə, demək piyanam. Bax, indi bax, burada bu atama bax, mənə bu şəkil suyu şirin gəlir. Vermirəm mənə. Ay canım. Ver mənə baxım, ver mən də. Mənim atam böyük ala, bu dəvəyə oxşayır ki. Nə dəv ala, mənim dədəmin şəkili, dəvə nə də? Mənim atam böyük bu. Sənin atın şəkili mənim telefonumda nə gəzir? Ver buna görüm hala, dəvə, yox bir at. Ver Sarı görüm. kopya dəvədir. Ver görüm, nə dəv ala? Qozalıb da kişini, nəsin? Hala, yox, burada ata şəkili uzaqlaşdır. Baba, burada atam Dubayda çəkdirib, dəvənin üstündə oturub. Sən yaxınlaşdırırsan, dəvəyə baxırsan. Doğrudan. Baba, atam baba daha. Papap tərəfdədir. Sən belə şeylər bilmərsən ya. Ata başqa varlıqdır. Ata candır, ata ürəkdir. Ata övladı ağlayanda səssiz qalan, amma qəlbində dünyanı dağıdan adamdır. Ata öz övladını qorumaq üçün öz qorxularını gizlədən adamdır. Ata arxa dayaqdır. Sən o arxa dayağı ancaq onu itirəndə dərk edirsən. Ata sözlə yox, baxışla öyrədən adamdır. Güvəni sənə təlqin edən ilk müəllim də ata. Səni susaraq sevən yeganə dost da ata. Başa sala bildin sən ata nədir? Bu da dəqiqədən bir yığır. Deyən də ay ata, deyən də bu yığır, nə olur? Papadır da. Bildin mi də? Nə şey, sağ ol. Bu sən dədin sağlığına, sağ ol. Sağ ol. Bura. Bilmə içməyim, iç saxlayaq, yox. Vur, qorxma biləyli o. Vur. Yox. Ola müəllim gəldi. Salam mələküm. Kafe açmışsınız burada. Mənim həyətimdə. Mən də deyirəm bu evin işi niyə qurtarmır ki? Yox, müəllim. Yığın şələkülövüzü, basın bayrağı. Sağ ol müəllim, çox sağ ol. Hörmətli ol, hörmətin artıq olsun. Mən, ay kişi, atam rəhmətə gedib dünənləri. Mən bu gün onun dəfininə getmədim ki, işləyim, əziyyət çəkim, sizin evinizi təhvil verim. Bu da sizin çox sağ ol, bu da. Çox sağ olun. Minnətdaram sizə bütün giyibsənlər adından. Çox sağ ol. Çox sağ ol. Yığışaq çək elə, yığış. Mənə bax. Bəli. Kişi rəhmətə gedir. Getdi də kişi, o boyda kişi var ha, uzun kişiydi. Bir ayın içində xəstələndi, qaldı 1 metrə 20 santim. Xəstəliyin də adı bilsən neydi? Mastit. Mastit. Mastit, hə, mastit. Birinci dəfə eşidirəm bu xəstəliyi. Xəstəlik şeydir, süd verən inəklər. Yaxşı, hə. Mənə bax. Kişi mastit oldu da. Özürlə hesab elə, sənin də üstümə gəldim. Yox, gəlmə. Səni də boş-boşuna günahlandırdım. Ebi nə olur? Gələ bunu göndərərsən rayona, yasa köməkliyi olsun. Mənim gözüm Sağ ol, üstə, müəllim. mənim gözüm üstə. Amma daha təkrarlamayın belə şeyləri. Yox, təkrarlamaq olmaz. Ya, mastit bilsən nədir? Kişi elə bir ki, qulağı uzanır. Qulaqları elə bir ki, axır-axırda buzunda olmuşdur. Sən gəlirəm, sənə telefonumu üçün götürmürsən? Sənin kimi övladın boynunu yerə soxum. Boynunu dörü, boynu. Olsun boynu. Alkaşın biri alkaş. Ağsaqqal, siz kimsiniz? Mən bunun atası, alkaşın atası. Bunun atası, Bəli, bu alkaşın atası. doğma atası. Əlbəttə ki, doğma atası. Bəs mənə deyirsən atam ölüb ola. Ölmüşdü də, indi gəlib.
indi insanda möcüzə baş verir. Nə iş ola bilər? 200'ü ver de. Ne 200 var məndə, heç oğlansa niyə? Verdiğim 200'ü qaytar da. Ha, yoxdur, 200 var, yoxdur. Yapardım, saldım, geldim yasa. Ver de. Ha, yok. Pulu ver de la. Ha, yoxdur da pul. Kaçtığıma sanma yine. Gel Kerim. Ha, bir dakika. Ha, ne oldu be? Ha, bir dakika. Aksakal 200 onda da onu ver de. Ha, bu yenə nə istəyirəm məndən hə? Bəli Fidi müəllim. Bəli. Ha, anekdot. Təzə təzə. Ha. Ha, hələ başlamamışsınız. Ha, bildim. Gülməli yerə qabaqdadır. Ha, bu. Rajok. Rajok. Ha, mənlə deyilsiniz. Ha, yanımızdakı ilə danışırsınız. Ha, başa düşmürəm Fidi müəllim. Anekdot danışırsınız yoxsa yanımızdakı ilə söhbət edirsiniz? Satıcı ilə. Ha, biz ona deyirsiniz. Aa, biz ona deyirik. İnanırsınız, əlimdə bizon var. O da eşitdi, o da gülmək tutdu. Ha, bu sözləri hardan tapız bu gülməli sözləri? Ha, oldu Fidi müəllim, oldu. Hadi tut cəhənnəm oldu, gic-gic yığır hər gün anekdot belə gəldi, rajok belə getdi. Gic-gic anekdotlar da tutur. Gülməli də deyil. İmkan verim əlbət bizon içməyə. Xüsusi sponsor Bizon. Bak süze gelməyimizin səbəbini demək istəyirik. Ha, bildim də. Bir də Fəlimin qulağınızda sırıq ölüyor. Mənim sizə beləsi qızım yoxdur. Aybax Şeş qardaş, heç narahat olmayın. Bu dəfə elçiliyə gəlməmişik. Keçən dəfə Fehri bacı bizim qabağımıza dadlı bir yemək qoydu. Onu hansı yağla bişirmişdi? Bax, onu soruşmağa gəlmişik. Ayquda, patron yağı ilə bişirmişdim də. Soyuq sıxımla hazırlanan patron yağı 3% təbiidir. Heç bir kimyəvi qatqısı da yoxdur. Doğrudan diyken bazı. Yani bunu öğrenmeye gelmiştik. Dur getir. Gedək. Hiç kalmaz. Dur götür. Aa, Evet. bunlar az gözlü də. Eşidirsən? Bundan sonra evə qonaq gələndə soğutma yeməklər bişirir. Bu patron yağı ilə də ancaq özümüzdə yemək pişirir ha. Bir dəfə yeyiblər ayaqları kəsilmir. Xüsusi sponsor Patron Tumları. Xüsusi sponsor River Forest Hotel.